Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu verilişimiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar, çox maraqlı bir mövzuya toxunacağıq. Bugün Azərbaycanda balıqçılıq və akvakulturanın inkişafı. Onu əvvəlcə qeyd edeyim ki, bu sahə Kənd Təsərrüfatı Nazirliyinin, necə deyirlər, kurasiyasına verilmişdir və bu istiqamətdə hətta mərkəz yaradılıb və o mərkəzin rəhbəri fermerlərin qonağına çevriləcək hal-hazırda və irəliləyən dəqiqələrdə biz onunla maraqlı bir neçə məsələni müzakirə edəcəyik. Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bizimlə bərabərdir. Ceyhun müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Mən də sizi eyni zamanda hörmətli tamaşaçıları salamlayıram. Xoş gördük deyirəm. Ceyhun müəllim, yeni yaradılan bir quruma rəhbərlik edirsiniz. Təbii ki, işlər çoxdur. Qarşıda perspektivdə sizi həm də çətin, belə deyək də, məsuliyyətli fəaliyyət gözləyir. İstərdim əvvəlcə balıqçılıqdan başlayaq ki, balıqçılıq siyasəti ölkəmizdə necə qurulub və bu siyasət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hansı formada necə icra olunmaqdadır? Çox maraqlı bir mövzuya toxundunuz. Bildiyiniz kimi, ötən ilin dekabr ayında möhtərəm prezidentimizin müvafiq fərmanı ilə balıqçılıq və digər su bioresurslarına münasibətdə burada müəyyən məsələlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldı və həmin fərmandan irəli gələrək Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradıldı. Artıq may ayının sonlarından mərkəz fəaliyyətə başladı. Fəaliyyət başladığı ilk günlərdən mərkəzin əsas fəaliyyət istiqaməti Azərbaycanda balıq ovunun dayanıqlı, elmi əsaslarla dayanıqlılığını təşkil etmək, nəzarətini təşkil etmək, eyni zamanda akvakulturanın inkişafıdır. Yəni, bu iki məsələni bir-birinə paralel şəkildə irələtmək mərkəzin əsas hədəflərindən biri oldu ki, burada da əsas məqsəd ərzaq təhlükəsizliyinin bir hissəsi kimi akvakulturanı inkişaf etdirmək, eyni zamanda balıq və digər bioloji resurslarımızın qorunması, onun gələcək nəsillərə ötürülməsi üçün ovun nəzarətdə olması və dayanıqlılığını təşkil etməkdir. Və bunun üçün də mərkəzin müvafiq strukturu formalaşdırıldı, müəyyən heyət toplanıldı. Daha əvvəl başqa dövlət qurumlarında olan bu səlahiyyət artıq Nazirliyə həvalə olundu və yarandığı gündən də bir əsas istiqamət kimi bunu götürmüşük. Burada da əsas məsələlərdən biri Azərbaycanın bildiyiniz kimi siz gözəl qeyd elədiniz, Xəzər dənizi unikal bir dəniz göl statusuna malik bir hövzəmiz var. Eyni zamanda daxili sularımız, Kür-Araz kimi iri çaylarımız və xırda çaylarımız, göllərimiz var. Bunların həm akvakultura potensialından maksimum dərəcədə istifadə etmək, eyni zamanda həmin hövzələrdə olan bioloji resursların dayanıqlığını təmin etmək, gələcək nəsillərə bir mirasımızı çatdırmaqdır. Çox gözəl, həm də mənəvi baxımdan vacib işlərlə məşğulsunuz. Mənə maraqlıdır, əminəm ki, bizə baxan tamaşaçılara da maraqlıdır ki, ümumiyyətlə bu balıqçılıq təsərrüfatlarının bir, deyək ki, qeydiyyatı, uçotu, hansısa bir formada aparılırmı və bunun üçün hansı işlər görülür, necə bu proses həyata keçirilir? Çox vacib bir məsələyə toxundunuz. Bayaq qeyd etdiyimiz müvafiq fərmana uyğun olaraq orada nazirlik və digər hökumət qurumlarının qarşısında verilən tapşırıqlardan biri də müvafiq sahədə qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin hazırlanmasıdır. Hazırda bu sahədə həm Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində müvafiq işlər görülür, razılaşdırmaq üçün müvafiq dövlət qurumlarına da göndərilmiş təkliflər. Və əsas məsələlərdən biri akvakultura təsərrüfatlarının qeydiyyatı prosesinin sadələşdirilməsidir. Çünki bildiyiniz kimi müəyyən təsərrüfatlar Azərbaycanda qeydiyyatdadır, amma bəzi təsərrüfatlar qeydiyyatdan keçmə prosesində müəyyən çətinlikləri var idi. Burada bir çox səbəblər var. Torpaqla bağlı məsələlər var idi ki, artıq bir neçə ay bundan əvvəl torpaq məcəlləsinə dəyişiklik olundu. Akvakultura torpaqları da kənd təsərrüfatı torpaq sahəsi kimi hesab olunmağa başladı. Eyni zamanda burada bioloji texnoloji əsaslandırmada müəyyən çətinliklər var ki, bunların da aradan qaldırılması əsas hədəflərdən biridir Nazirliyin. Və bu səbəbdən də qanunvericilikdə müəyyən sadələşmələrə gedilməsi düşünülür.
Hazırki şəraitdə akvakultura təsərrüfatlarının qeydiyyatı Akvakulturanın idarə olunmasına dair Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir və həmin qərara uyğun olaraq akvakultura təsərrüfatları qeydiyyata alınır. Eyni zamanda biz onların ilkin üsotunu təmin etmək məqsədi ilə elan elədik. Bütün akvakultura təsərrüfatlarını dəvət elədik ki, yəni ilkin üsota alınsınlar. Nə qədər akvakultura təsərrüfatı olduğunu bilək, eyni zamanda onların istehsal həcmləri, yerləşdiyi ərazilər bilinsin deyə müraciət etdik artıq cəmiyyətə. İstehsal gücləri nə qədərdir? Bəli, onların istehsal gücləri, istehsal həcmləri, bu məsələləri ümumiyyətlə nə qədər istehsal edə bilərlər, illik nə qədər gücü var və nə qədər eləyirlər. Bu, bir çox məqsədlər arxasında dururdu. Məsələn, həm qeydiyyatda olan təsərrüfatlar, eyni zamanda sonradan qeydə alınacaq, yəni sadələşmə məsələlər bitdikdən sonra qeydə alınacaq təsərrüfatların gələcəkdə akvakultura sahəsinə ayrılacaq dövlət dəstəklərindən yararlanması məqsədi iləndir ki, yəni biz artıq bilək ki, nə qədər təsərrüfatlarımız var, onlar nə qədər dəstəyə ehtiyac var, hansı balıq növləri, onların istehsalının hansı prosesində dəstəyə ehtiyacı var. Buna görə də biz akvakultura təsərrüfatlarının ilkin qeydiyyatına uçota alınmasını təmin etmək məqsədilə elan etdik. Burada ilkin olaraq biz o təsərrüfat məlumatları yerləşməsi, onların sahibkarlıq, hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eyni zamanda orada hansı növ balıqlar, su səthi və s. ilkin sualları formalaşdırdıq. Müraciətdən sonra daha sonra bizim müvafiq əməkdaşlarımız həmin təsərrüfatlarla əlaqəyə keçirlər. Onların da həm hansıların ki, qeydiyyat prosesi sadədir, daha doğrusu yəni onlar bütün sənədləri yerindədirsə, qeydiyyat almaq olursa mövcud qanunvericiliklə qeydiyyat alma prosesinə başladı. Eyni zamanda burada ikinci mərhələdə burada bioloji texnoloji əsaslandırmasında müəyyən çətinliklər var və yaxud da onun mülkiyyətlə bağlı torpaqlarında sənədlər, çətinliklər var. Onunla bağlı da məsləhət xidməti göstərməyə davam edir mərkəzimiz. Maraqlı bir cümlə eşitdim çıxışınızda, dövlət dəstəyi. Yəqin ki, indi bizə həmin adını çəkdiyiniz balıqçılıq təsərrüfatının rəhbər şəxsləri və ümumiyyətlə təsərrüfat sahibləri, insanlar, balıqçılıqla məşğul olanlar da baxırlar. Bu istiqamətdə dövlət dəstəyi nə zamandan tətbiq olunacaq? Hər hansı bir məlumat varmı? Bu mexanizm necə işləyəcək? Misal üçün, biz bilirik ki, kənd təsərrüfatının müxtəlif sahələrində subsidiyalar var. Tutaq ki, adam taxıl əkir və ya deyək ki, hansı bir tərəvəz əkir və ya meyvə bağı salır. Bunun üçün bəlli bir rəqəmlər var. Balıq təsərrüfatlarında bu necə olacaq? Maraqlıdır. Varmı bir yol xəritəsi? Çox vacib məqamlardan birini toxundunuz. Ümumiyyətlə, bu akvakultura sahəsinin kənd təsərrüfatına keçməsində də əsas bu sahədən gələn tələblər də böyük idi. Yəni, bu məsələlərdə və sahənin tələbi o idi ki, akvakultura dünyanın bir çox yerində kənd təsərrüfatının bir hissəsi kimi sayılırdı və kənd təsərrüfatı dövlət dəstəklərindən yararlanırdı. Yəni, burada həm bildiyiniz kimi də çox düzgün qeyd elədiniz, Azərbaycanda kənd təsərrüfatı sahəsi həm vergi güzəştləri mövcuddur, həm müəyyən dəstək, subsidiya mexanizmləri mövcuddur. Amma uzun güzəşli kreditlər və s. Eynən. Və uzun illər idi ki, Azərbaycanda akvakultura təsərrüfatları bu dövlətin verdiyi bu güzəşlərdən kənarında qalırdı. Məhrum idi sanki. Bəli. Və bu mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də dediyim kimi akvakulturanın inkişafı olduğundan bu məsələlər də əsas diqqət mərkəzindədir. Vergi güzəştləri ilə bağlı artıq müəyyən təkliflər yazılmışdı, artıq hökumətin aidiyyatı qurumlarının diqqətinə çatdırılmışdı. Hadisələri qabaqlamaq istəmirik, çünki müəyyən bir bürokratik bir proses var ki, qanunvericilikdə. Bu proseslər artıq işə başlayıbdır, əsas odur. Yəqin ki, yaxın vaxtlarda akvakultura sahəsində məlumat verəcəksiniz. Mütləq məlumat veriləcəkdir. Burada həm vergi güzəştləri tətbiqi qüvvəyə mindikdə, eyni zamanda akvakulturaya subsidiyalar, dəstək mexanizmləri qüvvəyə mindikdə mərhələli olaraq biz bununla bağlı ictimaiyyətə detallı məlumatlar verərik. İmkan olsa elə sizin fermerin real dostunda mən istəyərdim ki, elə bununla bağlı məlumat verək. Balıqçılıq təsərrüfatından məşğul olanlar da hardasa sahibkar və fermer sayılırlar və onların da bu məhz dövlət güzəştlərindən hansı formada necə yararlanacaqlarına bağlı ilk məlumatları fermerin real dostunda sizin vasitənizlə çatdıraraq bizim tamaşaçılara. Yeni qoşulmusunuzsa mən sizi salamlayıram. Fermerin real dostu yayımlanır hal-hazırda Real televiziyasında. Bizim verilişimiz kənd təsərrüfatı ilə bağlı
maraqlı mövzuları özündə əhatə edir. Hər həftə sizin üçün bu və ya digər mövzunu işıqlandırırıq. Bu gün isə daha çox dövlətin yeni, yəni Kənd Təsərrüfatı Nazirliyinin daha dəqiq desək, yeni istiqaməti balıqçılıq və akvakulturanın inkişafından danışırıq. Qonağım da elə həmin qurumun rəhbəridir, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevdir. Ceyhun müəllim, istəyərdim ki, ən aktual və ən vacib məsələlərdən biri qanunsuz balıq ovu məsələsinə toxunaq. Ümumiyyətlə, Azərbaycanda balıq ovuna qoyulmuş qadağa sentyabrın 1-dən qaldırılıb. Qadağalar ümumiyyətlə nə üçün tətbiq olunur bu sahədə? Niyə vacibdir, maraqlıdır? Ən çox sual verilən məsələlərdən birinə toxundunuz. Ümumiyyətlə, balıq və digər su resurslarının ovu qaydaları Nazirlər Kabinetinin 243 nömrəli 2017-ci il tarixli qərarı ilə tənzimlənir və bu həmin qaydaların bir nömrələ əlavəsinə uyğun olaraq müəyyən müddətlərdə balıq ovuna qadağa qoyulur. Burada balığın növlərinə və balığın sənaye, həvəskar ovuna daxil olmaqla bu qərarda bu tənzimlənir. Və bu qərarın, həmin qadağaların əsas məqsədi nədir? Müəyyən Azərbaycanın həm Xəzər dənizində, həm daxili sularında olan balıq növlərinin kürləmə, artma prosesində bu balıq ovunun həyata keçirilməsi onların dayanıqlılığına zərər yetirə bilər. Yəni, haradasa kökünün kəsilməsinə və azalmasına səbəb ola bilər. Bu isə süni şəkildə təbii ki, balıq belə deyək də istehlakınla bağlı, yəni balıq alan insanlar balıq almaqda çətinlik çəkir və qiymətlər süni şəkildə qalxır. Bu səbəblər də vardır. Tək burada bu ərzaq, əmtərlik balıq məsələlərinə diqqət yetirmək, ümumiyyətlə bizim qurumun da əsas məqsədi, yəni kənd təsərrüfatının bir hissəsi kimi sözsüz ərzaq təhlükəsizliyi əsas məsələlərdən biridir. Amma həvalə edilmiş ən vacib məsələlərdən biri də bioloji resursların dayanıqlılığını həyata keçirmək, eyni zamanda dayanıqlılığını təmin etmək, eyni zamanda bu sahədəki ekoloji balansı qorumaqdır. Yəni ekosistemi qorumaqdır. Biz bu mərkəz yarandığı gündən balıqçılıq sahəsinə bir ekosistem yanaşması gətirməyə çalışırıq. Ümumiyyətlə qanunvericilikdəki təkliflərimiz də bu sahəyə artıq bir sənaye ovu, bir ov və yaxud da bir fəaliyyət sahəsi kimi yox, bir ekosistem yanaşması kimi baxırıq. Həm milli, həm də bəşəri dəyərlər nöqteyi nəzərindən belə deyək. Eynən. Burada bu Xəzər dənizi bizim də ortaq hövzəmizdir, digər qonşularımızla birlikdə paylaşırıq. Amma bu ov qaydası ilə bağlı da müəyyən təkliflərimiz hazırlanır. Orada həmin qadağalar may ayının, sentyabr ayının 1-nə kimidir. Bir çox növlərdə, əksər növlərdə burada dəyişir balıq və digər su resurslar. Məsələn, xərçəkimlərdə tamam bir başqa tarixlərdir. Məsələn, icazə verilən ovlar iyul və noyabr ayları arasıdır. Bu məsələlər yəni fərqlidir. Və hazırda bu sahədə müəyyən araşdırmalar da aparılır. Çünki bu dediyim kimi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənir. 2017-ci ildə verilmiş qərardır və bildiyiniz kimi iqlim dəyişkənliyi gedir, Xəzərin səviyyəsi azalır və il-ildən də həm daxili sularımızda, su hövzələrimizdə su səviyyələri fərqlənir və bütün bu proseslər balıqların həyat fəaliyyətlərinə də təbii ki, təsirlər eləyir. Və bu qadağaları düzdür, Nazirlər qanunvericiliyə uyğun olaraq qərar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Amma onun dəyişilməsi üçün də müəyyən təklif verəndə arxasında bir elmi baza olmalıdır. Əsaslandırma olmalıdır. Bəli, eynən. Mən birazdan bu elmi məsələlərə daha geniş belə deyək, izah eləyəcəm bu elmi məsələlərlə bağlı apardığımız fəaliyyətləri. Amma burada həmin qadağaların müddətlərinin də dəyişilməyinə ehtiyac vardır deyə görsənir. Çünki bu balıqların kürləmə dövrü bala vermə, eyni zamanda o şirin sulara keçid və geri qayıtma vaxtlarında da dəyişikliklər müşahidə olunmağa başlayıbdır. Bunlar amma bir günün və yaxud da bir dəfə aparılan, məsələn, bir 10 günlük ekspedisiya ilə qərar verilə biləcək bir şey deyil. Uzun araşdırmalar lazımdır, davamlılığını dəqiqləşdirmək lazımdır və bunlardan sonra biz bu sahənin daha dinamik, məsələn, ovla bağlı qadağaların və yaxud da icazələrin verilmə müddətlərinə də biz gələcəkdə yenidən baxmağı düşünürük. Hal-hazırda sentyabrın 1-dən etibarən hal-hazırda
balıq ovu belə deyək də aktiv dövrдür. Əksər hövzələrdə həm həvəskar balıq ovuna icazə verilir, eyni zamanda sənaye ovuna ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən verilmiş kvotalar hələ ki qüvvədədir. Amma hər adam, yəni bu həvəskar biz belə deyək də, sadə dildə desək, xalqın dilində bir tilov götürüb gedib çaydan və ya dənizdən balıq tutmaq aydın məsələdir. Amma hər adam da kütləvi balıq ovundan məşğul ola bilməz. Bunun üçün lisenziya və digər məsələlər də var. Bundan yəqin ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi məşğul olur. Yoxsa burada necə tənzimlənir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi daha əvvəl məşğul olurdu. Ancaq artıq bizim mərkəz fəaliyyətə başladığı gündən bütün kvotalar verilməsi, eyni zamanda kvotaya uyğun balığın tutub tutmaması, ona nəzarət tədbirləri, balıq mühafizə tədbirlərinin hamısı bizim mərkəz sizin nəzarətinizdə Nazirliyə tapşırılmışdı və Nazirlik bu məsələləri artıq bizim mərkəzin nizamnaməsinə daxil etmişdi. Bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Çox gözəl. Çox yaxşıdır ki, bu hamısı bir mərkəzdən idarə olunur və bizə baxanlar da bilirlər ki, artıq bundan sonra bu məsələlərlə bağlı, bu mövzularla bağlı balıqçılıq və akvakultura mərkəzinə müraciət etmək lazımdır. Yeri gəlmişkən əminəm ki, və elə bizim veriliş vasitəsilə də siz bunu edirsiniz. Ənənəvi və sosial media hesablarında, ümumiyyətlə, ictimaiyyətə mütəmadi olaraq bununla bağlı məlumatlar verirsiniz, maarifləndirmə işləri aparırsınız, düzdürmü? Eynən. Biz yarandığımız gündən sosial media hesablarının vasitəsilə, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin həm sosial media hesabları, həm onların ictimaiyyətlə əlaqələrlə bağlı müəyyən qaynaqları bizə bu sahədə dəstək göstərir və biz bu sahədə həm akvakultura təsərrüfatlarının qeydiyyatı, balıq ovu, balıq ovuna verilən icazələr, eyni zamanda balıq mühafizə tədbirləri, bu məsələlərlə bağlı ictimaiyyətə mütəmadi məlumatlar veririk. Çox gözəl. Maraqlı bir ekspedisiya təşkil olunub Azərbaycanda birinci dəfə Xəzərdə və daxili sularda. Ekspedisiyanın ilkin nəticələri barədə danışasınız. Nə ekspedisiyadır? Bu kadrlar, bu görüntülər ordandırmı? Yoxsa düzdür? Həmin görüntülərdir. Nə ekspedisiyadır Ceyhun müəllim? Azərbaycanda balıq ehtiyatlarının qiyməti, ümumiyyətlə bayaq biz qeyd elədik balıq ovuna verilən kvotalar. Kvotaların miqdarının müəyyənləşdirilməsi üçün elmi ekspedisiyaların olması şərtdir və bu ekspedisiyaların həyata keçirilməsində əsas məqsəd balıq ehtiyatları, həm Xəzər dənizində, həm daxili sularımızda balıq ehtiyatlarını qiymətləndirmək və onun nəticəsində də növbəti illərdə kvotanın verilməsidir. Və bunun üçün də müəyyən resurslar olmalıdır. Həm elmi resurslarımız, həm texniki bacarıqlar olmalıdır. Bu səlahiyyətlər isə tək bizim mərkəzdə deyil, yəni bu elmi ekspedisiyanın keçirilməsi. Mən bir islahatdan da danışmaq istəyirəm yeri gəlmişkən. Daha əvvəllər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu artıq fəaliyyət istiqamətinə yenisi də əlavə olmuşdu. Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu olmuşdu. Elmlər Akademiyasının... Yox, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. İndi hal-hazırda. Hal-hazırda, bəli. Və həmin institut eyni zamanda daxili sularda da ehtiyat qiymətləndirmə prosesinə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki Zoologiya Elmi Tədqiqat İnstitutu ilə birlikdə bu ekspedisiya yaradılmışdı. Eyni zamanda elmi bacarıqların inkişaf etdirilməsi üçün Türkiyə Respublikasından Tarım və Orman Bakanlığının dəstəyi ilə bir elmi heyət də Azərbaycanda dəvət olunmuşdu. Burada müxtəlif həm Türkiyənin Elmi Tədqiqat Universitetlərinin, eyni zamanda İstanbul Universitetlərinin professorları iştirak etmişdi. Xəzər dənizində gəmi ilə belə deyək, həm Azərbaycanın, Xəzər dənizinin Azərbaycanın ovlanma sahəsi, eyni zamanda ümumi ovlanma sahəsində ekspedisiya eləmişdi. Yəni bütün Xəzərə belə deyək, sahil olan ölkələrin həmsərhəd olan ölkələrin ümumi ovlanma sahəsində ekspedisiya həyata keçirilmişdi. Burada biz belə deyək, ilk dəfə Azərbaycan sularında sonar sistemlərdən istifadə elədik. Nə deməkdir ki, o sonar? Sonar sistem
ultra dalğalı metodu ilə balıqları da çox narahat etmədən səs buraxılır. Xəzərin də dib hissəsini orada böyük balıq qruplarını müəyyən etmək, onların hərəkət istiqamətlərini müəyyən etmək üçün. Burada yəni ovlamadan, bəli. Çox gözəl. Bu cür sistemdə hətta burada belə, yəni siz o ekosistemi necə deyirlər, narahat eləmirsiniz. Yox, bu sistemlə yanaşı müəyyən trallarla balıq da ovladıq. Çünki burada gördüm balıqları, maraqlı balıq. Orada Çünki bu ovların da məqsədi o idi ki, bunların balıqların qanadalarının inkişafı kürləməyə yaxındırlarmı, yoxsa məsələn bu Xəzərin şimal hissəsidir, cənub hissəsidir. Xəzərin özü ayrı bir ekosistemdir də. Orada həm axınlar, həm temperatur məsələsi var. Fərqlidir. Bildiyiniz kimi bir çox növlərimiz artıq qırmızı kitaba daxil olunmuşdu, ovu qadağan olunmuşdu. Burada xüsusən nər həkimlərin Xəzərdəki bütün növlərini demək olar ki, ovu qadağandır. Eyni zamanda qırmızı kitaba daxil olmuş Xəzər qızıl balığı kimi deyilən bir növümüz var ki, bunlar nadir növlərdəndir və çox təəssüf edir ki, ekspedisiya müddətində də biz bu balıqlara rast gələ bilmədik. Amma sənaye ovuna icazə verilən kilkədir və digər balıq növləridir ki, rastladıq və onların fəaliyyət deyəcək, su altındakı hərəkəti, istiqaməti, kürləmə yerlərinə doğru hərəkətlərini müşahidə elədik. Və Xəzərdəki ümumi biokütləni müəyyən etmək üçün müəyyən bir rəqəmlərə gəlib çatmağa çalışdıq. Amma hazırda ilkin olaraq bir rəqəm demək tezdir. Çünki bu çox təəssüf ki, əvvəlki illərə aid bizdə datalar da məlumatlar çox məhduddur. Və bu iş elə işdir ki, bu ekspedisiya və onlardan sonraki bütün bu məlumatların təhlili, incələnməsi əvvəlki qaynaqlara dayanır. Bundan sonra bir neçə dəfə ekspedisiya olmalıdır ki, müqayisə ediləsiniz. Tək ekspedisiya ilə kifayətlənmir. Bu ekspedisiya müddətində biz su nümunələri də götürdük. Orada zooplankton, plankton saylarının da öyrənilməsini çalışdıq. Çünki bu dediyimiz kimi də ekosistem yanaşmasıdır. Burada tək balıqlar deyil, onların o ilkin qidalanması, yəni onların ehtiyatları da qiymətləndirilir ki, məsələn, kilkə ovuna icazə veriləndə sonra növbəti illərdə həmin populyasiyanın bərpası nə qədər müddətə baş verəcək və yaxud da kilkə ilə qidalanan başqa balıqlar da var, belə şey. Bəli. Yəni burada kilkənin özünün qidalandığı məsələn planktonlar, zooplanktonlar var. Yəni bu məsələlərə diqqət yetirməyə çalışırıq ki, yəni populyasiya belə deyək, dayanıqlığını təmin etməklə icazə verək növbəti illərdə ova. Və hazırda müəyyən nümunələr də götürülüb laboratoriyalarda. Burada çox təşəkkür edirik Baytar Qeymi Tədqiqat İnstitutuna da bizim məsəl onlar da öz laboratoriya imkanlarından bizə şərait yaratdılar, bəli, imkan verdilər. Dediyiniz kimi də bu yeni yaradılmış qurumdur, müəyyən imkan məhdudiyyətləri var. Kənd Təsərrüfatı Nazirliyinin bütün aidiyyatı qurumları bu sayədə bizə maksimum dəstək oldu. Tək Xəzərdə olmadı. Eyni zamanda daxili sularda Mingəçevir, Yenikənd və Şəmkir su anbarlarında da bizim ekspedisiyalar fəaliyyətini göstərdü. Orada müəyyən ov alətləri, müəyyən qurğularla da balıqların sonra onlar nişanlandı, yenidən buraxıldı, təzədən ikinci səfər tora düşmə faizləri hesablandı. Bir çox metodlar var ki, bunların hamısından istifadə etməklə biz bir rəqəm formalaşdırmağa çalışacağıq ki, növbəti illərdə bu kvota ayrılmasına gətirib çıxardaq. Amma dediyimiz kimi də burada məlumatlar toplanılmalı. Tək ekspedisiya deyil, burada sorğudur, balıqçılardan almış sorğu, əvvəlki illərdə toplanmış balıqların miqdarı, bu kimi məsələlərə xüsusi diqqət ayırmağa çalışacağıq. Çox maraqlı işlə məşğulsunuz, həm də çox vacib, faydalı ölkəmiz üçün və eyni zamanda dünyamız üçün və təbii ki, Azərbaycanın ekosistemi, Azərbaycanın kənd təsərrüfatı üçün və həm də mən bilirəm, bizim tamaşaçılar da bilirdik ki, siz bu ilin içərisində, yaxın ayların birində, xatırlayıram, mətbuatda gördüm, deməli, balıq festivalı, səhv eləmirəmsə, belə bir festival da olmuşdu, düzdürmü? Yarmarka olmuşdu. Yarmarka daha doğrusu, yarmarka olmuşdu. Əsas məqsəd o idi ki, balıq istehlakını təşviq etməkdir. Bu ilk tədbirimiz idi, amma davamlı tədbirlər eləmək istəyirik ki, burada balığı istehsalını artırırsa, istehlakını da təşviq eləmək lazımdır. Yəqin ki, orada qiymətlər fərqli olacaqdı, yəni fərqli idi həm də. Fərqli idi, çünki bir ara ictimaiyyətdə də belə deyək, mətbuatda da getdi ki, balıq yoxdur, balıq yoxa çıxır, bazarlıq, əl çatan deyil. Biz də həm bu sahədə çalışan sahibkarlarla birlikdə bu tədbiri elədik ki, yəni hər kəs üçün əl çatan və hər kəs üçün uyğun qiymətlərə bir balıq
yarmarkası təşkil elədik ki, balıq hamının süfrəsində olsun. Bütün işlərinizdə sizə, bütün komandanıza uğurlar arzulayırıq. Necə deyərlər, hələ irəlidə görüləcək işlər çoxdur Ceyhun müəllim. Minnətdaram ki, gəldiniz və bizim tamaşaçılara, fermerlərə ətraflı məlumat verdiniz. Mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Əziz tamaşaçılar, dəyərli fermerlər, zəhmətkeşlər və xüsusən də bax bu balıqçılıq, akvakultura ilə məşğul olan insanlarımız, düşünürəm ki, bu verilişimiz sizin üçün maraqlı oldu. Gələn həftə eyni vaxtda, eyni saatda Fermerin Real Dostunda görüşəcəyik. Hələlik.